Salam, hörmətli izləyicilərimiz. Sizləri salamlayıram Hövsan qəsəbəsindən. 118 saylı məktəbin tam yanında, asfalt yolunun üstündə, Əhməddən gələn marşrutdan düşdünüz, bircə dəqiqə olursunuz evdə. Gözəl, möhtəşəm, şəxsi tikili həyətin bir çıxacaq, dəyərli izləyicilərimiz. Bu evin ön hissəsində qarşısı. Burada belə bir navigasyonlu kamera sistemi var. Qaz, su, işıq, isitmə sistemi, kombi, ev şəxsi tikili, möhtəşəm gözəl. Bu gözəl evimizin üz görünüşü. Değerli izleyicilerimiz gördüğünüz gibi burada da garajı var, avtomobil salmak mümkündür. Geniş garajı var, hündür. Ət yanı sahəsi gözəl, evin yan hissəsi var. Yuxarıda patolog apşıqqa ilə bəzətdir. Yerdən 14 daş kürsülü, qoşa daş. Deməli değerli izləyicilərimiz, evin beton kəməri 60'ın 40'ya, 4 bir yanı. Həyətində belə bir manqalxanası var gözəl. Gördüğünüz gibi evin yan hissəsi var. Burada da bir otağı var. İş otağı kimi istifadə olunur və bütün otaqlarda keçid var. Hərdən rahat avtomobil daxil dediyim kimi asfalt yolunun üstündə yerləşir. Daxil olur evimizin içinə. Həyət yanı hündürlük qaydasında, pilləkən qaydasında. Həqiqətən möhtəşəm evdir, gözəl evdir. Patolog dediyim kimi dizayn olunur. Pəncərələr, qapı, hər bir şəhət, yəni bu ev şəxsi özünə tikilmiş ev olur, möhtəşəm izləyicilərimiz. Daxil olar evimizin içinə yol. Keçir evimizin içinə. Koridor sistemli. Patologlar, bütün evin patologları apşıqqa taxtadır, evin içi təmiz nəfəs alır. Burada bir yataq otağımız yerləşir. İşğal yandıramışım, bax, bismillah, bir dəyə görəyim. Yandı. Evdə qaz, su, işıq, isitmə sistemi, kombi, desk yataq otağımız burada yerləşir. İstəsəz evi əşyalı ala bilərsiniz, əşyasız da ala bilərsiniz. Burada da gördüyünüz kimi domofon, Wi-Fi, internet hər bir şəraiti var. Sanitar qovşaq burada yerləşir, hamam. Zəhmət olmasa buradan bir yaxın belə çəkək. Uşaqlar keçsin, iyice qonaqçıdır. Keçin zəhmət olmasa gözəli bura gir. 16 otağımızı burada yerləşir, işğal yandırır. Ekran ışığı azaldırır qaydasında. Burada da böyük salımız yerləşir, dəyərli izləyicilərimiz. Gördüyünüz kimi 5'in səhvlərimiz 6-yadır, 7-yadır. Genişlik qaydasında, hündürlük qaydasında, patologda dizayn işləri görülür, apşıqqadan. Ev 4 bir yanı qoşa daş, kürsülü, beton kəmər verilir. Dediyim kimi evdə müəyyən əşyalar qalacaq, sizə ton əşyalar saxlaya bilərlər. Və burada da bizim mətbəximiz yerləşir, kutularımız. Mebel təbii ki qalır. Kombisi var. Aboyu alınır, sadəcə vaxt yoxdur ki, dəyişilsin. Yəni, evdə var aboyu. Qazı, suyu, işığı, istəməsini, kombi, dəyərli izləyicilərimiz. Ev 120 kvadratdan ibarətdir, 130-120 kvadrat. Asfalt yolunun üstündə, Əhməddən gələn marşrutun yolunun üstündə. Şəxsi tikili, təməldən şəxsi tikili evdir. Evin üstü beton kəmərlər atılır və üstündə izolyasiya olunur. Torpaq verilir istiliyi üçün. Bu gözəl evimizin start qiyməti ev sahibi tərəfindən 100.000 manata deyilir, dəyərli izləyicilərimiz. Əşyalı və əşyasız ala bilərsiniz. Sənəd bələdiyyədir təbii ki. Buyurun, zəhlərinizi gözəl inşallah Allah satan Allah'ın xeyir versin. Tələsin bu gözəl ev sizə qismət olsun. Diqqətinizə görə təşəkkür edirik.